Vüsal xanım, hər birimiz həyatımızda heç olmasa bir dəfə də olsa nəsə təmir işi görürük də. Bu təmir işlərində də siz ora get, onu seç, bunu seç. Yəni o qədər dilemmalar var, o qədər seçimlər var ki, adam sadəcə olaraq başını itirir də mövzuda. Bax məsəl üçün də biz indi tutalım ki, bir iş görürük, indi başlamışıq. Bax bizdə bir otağın əsas divarları var və divarlarına biz indi nə edirik? Ora boya mı vuraq, aboy dediyimiz, yəni divar kağızı mı vuraq, yoxsa dekorativ nəsə işləmələr eləməliyik? Əslində seçim o qədər də asan da olmur Fuad bəy. Çünki ümumilikdə götürəndə iki istək var. Müştərinin istəyi, divarın istəyi. Aha. Və yaxud da ki, ev nə istəyir? Müştərinin istəyi ilə eyni şeyi mi istəyir? Və o istəyə uyğun o divarı hazırlamaq olurmu, olmurmu? Bu nə deməkdir? Yəni bu o anlama gəlir ki, müştəri istəyə bilər ki, tutaq ki, divar kağızından istifadə olunsun. Amma onun divarının əyriliyi və yaxud da ki, boya olsun. Onun divarında olan proseslər ona icazə vermir ki, boya seçilsin. Deməli, divarın istəyi ilə müştərinin istəyi üst-üstə düşməlidir. Düşmür, bəli. Əslində belə deyim də, indi o qədər yaxşı material seçimi o qədər çoxalıb ki, o qədər yaxşıdır ki, altından filizilin tipli aboylar vurulur, şəffaf aboylar. A4 deyilir buna. O vurulur, üstündən boya tətbiq eləmək olur. Ümumiyyətlə, hündürmərtəbəli binalarda aboy və yaxud da ki, daha doğrusu divar kağızı və ya boya çeşidi istəyir, sədəf boya olsun, yəni dekorativ boyalar olsun. Bunların təyinatı fərqli-fərqlidir. Müştərinin istəyini nəzərə almaq olar, o başqa bir şeydir. Amma burada bir mütəxəssis rəyi də lazım olur ki, hündürmərtəbəli binalarda normalda biz divara birbaşa boya vurmaqdan qaçırıq. Niyə? Çünki bir müddətdən sonra binalarda çökmə prosesi baş verir də, oturma deyirlər ona. Onda mikroçatlar yaranır. O mikroçatlar bir müddətdən sonra içinə girir toz, torpaq, təmizlə, treşinalar, yəni o zədələr görsənir. O zədələr görsənir deyə ona görə onu hər yerdə boya tətbiq eləmək mümkün deyil. Yəni nə qədər gözləmək lazımdır ki, onun qarşısını almaq üçün altından aboy vurulur. Boya, yəni divar kağızı vurulur. Hə, siz dediniz filizilin? Filizilin, yəni A4-lər deyilir, sadə. Əslində onun da vurulma prosesində biraz çətinlik var, o texniki tərəflərə girmək istəmirəm. Məsələn, müştəri deyir ki, mənə mütləq şəkildə divar kağızı vurulmalıdır. Seçdiyi divar kağızının üstündə olan bəzəklər o evin aurasına, o evin hündürlüyünə, o evin belə deyim də sizə kvadratına müsait deyil, icazə vermir. Məsələn, hündürlüyü az olan otaqlarda iri həcmli, dekorativ üstündə gül və yaxud da ki, işarələr olan, elementləri olan divar kağızlarından istifadə etmək olmaz. O hündürlüyü salır aşağı. Bilirsiniz necədir? Divara seçilən elementlər, divara seçilən material elə bil ki, bir gizli qəhrəmandır. Evi həm sehirli görsədə bilər, həm qəşəng görsədə bilər. Həmçinin də eyni vaxtda divarı bərbad günə qoya bilər, yəni bərbad şəkildə görsədə bilər. Bəli, eyni. Burada iki element var ki, evin belə deyim də sizə, evə birbaşa təsir eləyən amildir. Həm görsənir, həm görsənmir. Bu iki element bilirsiniz nədir? Biri rəngdir, biri də işıqdır. Əgər o ikisi birlikdə kontrast olmasa, siz divar kağızı seçdiyiniz yerdəki ilə evdə aldığınız rəng eyni olmayacaq. Çünki, bəli, burada işığın o qədər təsiri var ki ona, inanılmaz təsiri var. Soyuq tonlarda olan işıqlar, divarda olan isti ton istifadə olunursa, onlar bir-biri ilə zidd təşkil eləyir və içəridə bir qəribə bir divarda o rəngi ala bilmirsiniz. Əslində o qədər maraqlı bir mövzudur ki bu. Burada bilirsiniz nədir? Burada istəklər müştərinin istəyi, divarın istəyi və bir də əlavə olaraq bizim orada nə gördüyümüzdür. Bu üçünün sintezi baş verirsə, mükəmməl bir iş alınır.